Səid müəllim, siz qeyd etdiniz ki, ölülərin eşidib-eşitməməsində alimlərin ixtilafı var. Zəhmət olmasa bu məsələyə biraz aydınlıq gətirin. Ölülərin eşidib-eşitməməsində alimlər arasında ixtilaf var. Bəzi alimlər deyirlər ki, ölülər eşidir, lakin cavab verə bilmirlər. O da varid olan dəlillərə görə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Bədirdə öldürülmüş Qureyşin ağalarına xitab edib ki, yəni müjdəliyib onları odla, necə ki, bəzi rəvayətlərdə gəlir. Və deyiblər bəzilər ki, bu onlara xas idi və ya Peyğəmbərə xas idi və ya bəzi alimlər deyib ki, eşidir ilk anda, sonra eşitmir. Məsələn, gəlib hədisdə ki, Peyğəmbər s.ə.v deyir ki, insan dəfn olunduqda onu dəfn edənlərin ayaq səslərini eşidir. Necə? Yəni, onlar qəbristanlıqdan ayrılırlar. Həmçinin bu hədisləri dəlil gətirilir. Və eşitməyənlər Allah-Taala'nın kəlamında olan ayələri vurğulayırlar ki, Allah-Taala vurğulayıb ki, sən qəbirlərdə olanlara eşitdirə bilməzsən. Allah-Taala istədiyini eşidər. Və bəzi ayələr hansı ki, dəlalət edir ki, ölülər eşitmir, o ayələri dəlil gətirilir. Ona görə Əhl-i-Sünnə alimləri arasında bu məsələdə ixtilaf var. Və səhih olan da budur ki, ölülər eşitmir, hətta eşitsələr belə cavab verə bilməzlər. Ona görə qadağalar hansı ki, gəlib bəzi insanların bilmədən və ya bilərəkdən ölülərə xitab etməsi, onlardan şəfaət və ya dua istəməsi göstərir ki, onların etdikləri səhvdir. Xətadır, şəriətə müxalif bir əməldir.